Tarixin sonu. Məncə, bu ifadəni çox eşitmisiniz. Bəs bu həqiqətən nə deməkdir? Yəni, hadisələr bitir, zaman dayanır. Yox, əlbəttə ki, yox. Bu əslində politoloq Francis Fukuyamanın vaxtilə ortaya atdığı çox cəsarətli, hətta biraz da provokativ bir ideya idi. Gəlin birlikdə baxaq, Fukuyama bu sözlərlə əslində nəyi nəzərdə tuturdu? Hər şey demək olar ki, bir tapmaca ilə başlayır. Bir anlıq təsəvvür edin. 20-ci əsrin sonları. Dünya iki qütbə bölünüb. Bir yanda kommunizm, o biri yanda demokratiya. 10 illərdir davam edən bu soyuq müharibə elə bil ki, dünyanın əbədi bir reallığıdır. Sanki heç vaxt bitməyəcək bir mübarizə. Amma sonra birdən-birə heç kimin gözləmədiyi bir anda hər şey dəyişməyə başlayır. Sanki kimsə domino daşlarını itələyir və avtoritar rejimlər, baxın, biri birinin ardınca yıxılır. Bu adi bir siyasi dəyişiklik deyildi, yox. Bu əsl siyasi zəlzələ idi. Və ən maraqlısı odur ki, demək olar heç kim bunun gəldiyini proqnozlaşdıra bilməmişdi. Bax, bu gözlənilməz hadisələr zənciri politoloq Francis Fukuyamanı dərindən düşünməyə vadar edir. O başa düşür ki, bu sadəcə rejimlərin dəyişməsi deyil. Burada daha fundamental, daha dərin bir şey baş verir və o məşhur sualı verir. Bəlkə də biz tarixin özünün sonuna şahid oluruq. Fukuyamanın fikrincə, bu dəyişikliyin səbəbini iqtisadiyyatda, hərbi gücdə axtarmaq sadəcə sətə baxmaqdır. O deyir ki, gəlin daha dərinə enək, gəlin tarixin gizli mühərrikini axtaraq. Bu mühərrik hamımızın içində olan çox qədim, çox güclü bir insani ehtiyacdır. Və o, bu mühərrikə qədim Yunan fəlsəfəsindən bir ad verir. Timos. Timos nədir? Ən sadə dillə desək, bu, sizin və mənim, hər bir insanın içindəki o səsdir ki, mənə hörmət et deyir. Bu, bir əşya kimi yox, ləyaqətli bir insan kimi tanınmaq, dəyərli görülmək istəyidir. Universal bir arzu. Platonun dediyi kimi, bu bizim sadəcə yemək içmək kimi arzularımız deyil və ya problemləri həll edən zəkamız da deyil. Yox, Timos, bizim qürur hissiyatımızdır. Ləyaqətimiz tapdalananda, dəyərimiz inkar ediləndə, içimizdə oyanan o qəzəb, o utanç hissi var ha, bax o Timosdur. Baxın, bu Timos anlayışını real həyatda görmək üçün gəlin çox maraqlı bir hekayəyə baxaq. Bunu Çex dissident Václav Havel danışır. Kommunist rejimində yaşayan sadə bir tərəvəzçi haqqında bir hekayə. Deməli, bu tərəvəzçi vitrindən bütün ölkələrin proletariyaları birləşin, şüarını qoyur. İndi aydındır ki, o, bu şüara zərrə qədər də inanmır. Bu sadəcə bir itaət nümayişidir. Amma əslində bu hərəkətin altında daha dərin bir mesaj var. Sanki deyir ki, mən qaydaları bilirəm, oyunu qaydalarına görə oynayıram, mənim bu kiçik varlığıma hörmət edin və mənə toxunmayın. Hava çox maraqlı bir sual verir. Bəs niyə o tərəvəzçi sadəcə mən qorxuram yazılmış bir lövhə asmır? Axı bu daha dürüst olardı, elə deyilmi? Amma o, bunu heç vaxt etməz. Çünki belə bir etiraf hamının gözü qarşısında özünü alçaltmaq, öz ləyaqətini, öz timosunu tapdalamaq demək olardı. Yaxşı, deməli, insanın içində belə güclü bir tanınma ehtiyacı, bir timos var. Bəs bu ehtiyac, bu arzu öz son cavabını, öz təminini harada tapır? Fukuyama deyir ki, cavab yalnız və yalnız bir siyasi sistemdə gizlənib. Tarixə baxın. Bütün sistemlər həmişə kimisə üstün tutub. Ya padşahı, ya aristokratı, ya da müəyyən bir irqi, bir sinfi. Amma liberal demokratiya masaya tamamilə radikal, yeni bir şey qoyur. Universal tanınma. Yəni deyir ki, sənin kim olmağının fərqi yoxdur. Varlı, kasıb, hansı irqdən, hansı dindən olursan ol, sənin ləyaqətin dövlət tərəfindən, qanun tərəfindən tanınır və qarşılığında sən də hər kəsin ləyaqətini tanımalısan. Bax, məhz bu səbəbdən Fukuyama o məşhur və çox vaxt yanlış anlaşılan ifadəni işlədir. Tarixin sonu. Bir daha deyirəm, bu, hadisələr bitəcək, müharibələr olmayacaq demək deyil. Yox, bu sadəcə o deməkdir ki, bəşəriyyətin ən yaxşı idarə etmə forması hansıdır sualı ətrafında apardığı o böyük ideoloji mübarizə artıq bitib. Cavab tapılıb, liberal demokratiya. Hər şey çox gözəl səslənir, elə deyilmi? Sanki hekayə xoşbəxt sonluqla bitməlidir. Amma yox. Fukuyama burada dayanmır. O, Nietzsche'dən bir fikir borc alaraq, hekayəyə çox narahat edici bir element əlavə edir. Bəlkə də bu qələbənin özü elə ən böyük problemdir. Bir dəqiqə düşünək. Əgər bütün tarix, insanların ləyaqət uğrunda, tanınmaq uğrunda apardığı qanlı qadalı mübarizələrdən ibarətdirsə, yaxşı, bəs bu mübarizələr bitəndə nə olur? Uğrunda döyüşəcək heç nə qalmayanda,
insana nə olur? Burada qarşımıza iki fərqli insan tipi çıxır. Bir yanda tarixi yaradan ilk insan var. O, şərəf, ləyaqət, böyüklük üçün həyatını belə riskə atmağa hazırdır. Amma tarixin sonunda bizi son insan gözləyir. Bu insan böyüklük, şan, şöhrət kimi şeyləri bir kənar atıb. Onun üçün vacib olan tək şey var. Rahatlıq və təhlükəsizlik. Bu son insanın dünyası necə bir yerdir? Bəli, orada sülh var, rifah var, qanlı döyüşlər yoxdur. Amma eyni zamanda o döyüşlərin ortaya çıxartdığı fəzilətlər də yoxdur. Cəsarət, qəhrəmanlıq, fədakarlıq, bütün bunlar keçmişdə qalıb. Bu, təhlükəsiz, amma mənəvi cəhətdən bomboş bir dünya ola bilər. Və bütün bunlar bizi yenidən başlanğıc nöqtəsinə Fukuyamanın əsərinin tam ürəyində dayanan o son, o narahat edici suala qaytarır. Deməli, vəziyyət belədir. Bir tərəfdən biz elə bir sistem qurmuşuq ki, o hamımızın bərabər kimi tanınmaq ehtiyacını Fukuyama buna izotimiya deyir, demək olar ki, mükəmməl şəkildə qarşılayır. Yaxşı, bəs Timosun o biri üzü? Hani o sadəcə bərabər yox, daha yaxşı olmaq, fərqlənmək, üstün olmaq istəyi. Bəşəriyyətin içərisindəki o şöhrət, o böyüklük arzusu necə olsun? Liberal demokratiya bu istəyi təmin edə bilirmi? Və son sual budur. Nə qədər ki insanın içində o narahat ambisiya, o mübarizə və böyüklük arzusu var, tarix həqiqətən də sona çata bilərmi? Yoxsa bəlkə hekayə heç vaxt bitməyəcək? Bu da bizi son seçim qarşısında qoyur. Tarixin sonu sülh dolu bir utopiyadır. Yoxsa insan ruhu üçün rahat, amma darıxdırıcı qızıl bir qəfəs.